Ən əzab verici cəzalar uşaqlar üçün hansılardır? İndi mən sizə sadalayacağım, siz isə diqqət yetirin. Bu cür üsullardan istifadə edirsinizmi övladınıza qarşı, yoxsa yox? Əgər istifadə edirsinizsə, bilin fəsadları nə olacaq? Düzdür, biz uşağa tərbiyə metodunda istifadə etməliyik, cəza və tərif metodlarını. Amma əgər bu əzab verici cəzalar olarsa, illər sonra uşaq həmin o emosional təsir altında qalacaq və çox güman ki, sizinlə də emosional bağların qırılmasına gətirib çıxara biləcək. Odur ki, dinləyin. Birinci, ən böyük yanlışlıq və ən ağrı verici bir cəza odur ki, uşağı danışdırmamaq. Yəni, küstüm danışmadım səninlə. Bütün günü danışdırmıram, üzünə baxmıram ta o vaxta qədər ki, gəlib səndən özür istəyəcək. Uşaq bunu özünə qarşı, yəni sevilmədiyini büruzə verərək bildirir. Digər bir yanlışlıq odur ki, səni öldürərəm uşağa deyirsinizsə, bilin ki, uşaq bunu elə bir mənalı olaraq qarşılayacaq. Ki, həqiqətən də məni valideyn öldürə bilər. Çünki uşaq üçün, xüsusən də əgər balaca uşaqdırsa, 7, 8, 10 yaşına qədər, uşaq ölümlə elə indi tanış olur. Onun üçün bu çox təhlükəli, bu ən qorxunc bir, məlum olmayan bir vəziyyətdir. Və əgər valideyn deyirsə ki, səni öldürərəm, o həqiqətən də bunu valideynim məni öldürər deyə düşünür. Verici cəza da odur ki, uşağa şiddət göstərmək, ən sadəsi. Bu ümumiyyətlə yol verilməzdir. Uşağın bədəni toxunulmazdır. Ən yaxını olsa belə bu bədənə ağrı verə bilməz. Bax, bu üç əzab verici cəzanı yaxşı olar ki, tərbiyə metodundan çıxarasınız. Metodlar çoxdur. Uşaqla anlayış, razılaşma, cəza hətta tətbiq etmək, nədənsə uşağı məhrum etmək ki, bax, bu sənin üçün cəzadır. Amma bunu öncədən razılaşdıraraq tətbiq etsəniz, artıq bu tərbiyə metoda daxil olacaq. Çünki qışqırmaq, vurmaq, şiddət göstərmək bu tərbiyə metodu deyil. Bu bir nümunədir ki, uşaq böyüyəndə özü üçün bu metodları tətbiq etməyə bir cəsarət tapacaq. Oğlan uşağıdırsa özü vuracaq, döyəcək, sındıracaq, qışqıracaq. Qızdırsa, o da buna dözməyə alışacaq. İndi təsəvvür edin, bir valideyn olaraq siz övladınızı bu cür həyata məhkum etmək istəyirsinizmi, yoxsa yox?